Elm və Təhsil naziri Emin Əmrullayev Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirildiyi dövrdə Bakıdakı təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi məqsədi ilə əmr imzalayıb. Sənədə əsasən məktəblərin məktəbə hazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-sinə qədər tətil olacaq. Bundan əlavə Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu və Nizami rayonları istisna olmaqla Bakının digər rayonlarındakı məktəblərin 5-11-ci siniflərində dərslər mayın 18-dən 22-sinə dək distant formada keçiriləcək. Eyni zamanda Bakıdakı peşə, orta ixtisas və ali təhsil müəssisələrində də tədrisin mayın 18-dən 22-sinə dək distant olması əmrdə qeyd olunur. Ümumiyyətlə, bu cür beynəlxalq tədbirlər zamanı dərslərin istər orta, istər ali təhsil pillələri üzrə distant formaya keçirilməsi bir neçə prinsiplər baxımından çox faydalıdır. Bunun heç bir mənfi yönündən söhbət belə gedə bilməz. Gələcəyin təhsili hibrid təhsildir. Biz bu cür beynəlxalq tədbirlərdə bir neçə günlük distant təhsil formasını həm də bir növ zəif və güclü nöqtələrini özümüz üçün ayırd etməklə özümüzün gələcəyin əsas təhsil forması olan hibrid təhsilə nə dərəcədə hazır olduğumuzu görmüş olacağıq. Üstəgəl, bu həm də beynəlxalq və vacib tədbirlərə təhsil prosesinin bir növ dəstəyi kimi də anlaşılmalıdır.